Başlayaq. Deməli, verilənlər bazası nədir? Verilənlər bazası verilənlərin nizamlı yığınıdır və verilənlər bazası təkcə verilənlərin nizamlı yığını deyil, həm də verilənlərin emalı üçün, yəni onların zaman-zaman, öz zamanında, istənilən vaxt rahat şəkildə istifadəsi üçün şəraiti olan bir proqram təminatıdır. Verilənlər bazası anlayışında biz çox nümunə göstərə bilərik. Məsələn, kitabxanadan gedib bir kitab götürəndə, kitabxanası dərhal bilir ki, axtarılan bu kitab hansı şkafda, hansı bölmədə, hansı otaqda və hansı rəfdə yerləşir. Orasına qədər dəqiq bilir. Verilənlər bazasında təxmini olaraq belə bir şey təsəvvür etsək, yəni verilənlər bazası müəyyən bir strukturlaşdırılmış, strukturu olan bir proqram təminatıdır. Verilənlər bazası informasiyanın saxlanması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır. Verilənlər bazasının modelləri. Verilənlər bazasının 4 modeli var. Birinci modelimiz olacaq şəbəkə, ikinci modelimiz olacaq ağac, üçüncü relyasiya modeli, dördüncü obyekt yönlü. Bax, bura diqqət eləməyin lazımdır. İyerarxik model, şəbəkə, relyasiya, obyekt yönlü. İyerarxik model nədir? Şəkildən də göründüyü kimi, bizim artıq modelləşdirmə bölməsindən tanıdığımız ağac modeli. Burada səviyyələr, təpələr və tillər vardır. Göründüyü kimi, birinci səviyyədə A təpəsi, ikinci səviyyədə B təpələri, üçüncü səviyyədə C təpələri yerləşmişdir və bu model iyerarxik modeldir. Əsas anlayışları səviyyə, element və əlaqədir. Səviyyə, element və əlaqə. Keçdik, az istifadə olunur. İndi demək olar ki, çox təsadüf hallarda, yəni az istifadə olunur. Müasir verilənlər bazasında relyasiyon və obyekt yönlü modellərdən NoSQL model də var. O burada qeyd olunmayıb. Yeni modeldir. 5-ci model olaraq onu deyə bilərik. NoSQL. Bu modellərdən istifadə olunur. Relyasiyon, obyekt yönlü və NoSQL. Yəni, artıq iyerarxik və şəbəkə modelləri demək olar ki, sıradan çıxmışdır. Bəs şəbəkə modeli nə idi? Şəbəkə modelində verilənlər bir neçə struktura ayrılır. Yəni, sanki bir qrafdır və orada çoxun çoxa əlaqə strukturu vardır. Yəni, bir element çox elementlə əlaqələnir və hər bir elementin başqa bir elementlərin demək olar ki, hər birinə çıxışı vardır. Tutaq ki, B1, C1, C2, C3-ə, A1-ə, A1-dən B2-yə, A1 vasitəsilə B3-ə, C4-ə çıxışı vardır. Bu cür model adlanır şəbəkə modeli. Şəbəkə modeli bir qədər qarışıq modeldir. Ona görə də müasir verilənlər bazalarında demək olar ki, istifadə olunmur. Şəbəkə modelində də nələr var? Elementlər, tillər. Elementlər, tillər var. Belə bir şəbəkə modeli. Ağac modelindən fərqi odur ki, ağac modelində hər aşağı səviyyə yuxarı səviyyədən ancaq birinə aid ola bilər. Amma şəbəkə modelində aşağı səviyyə, məsələn, bizdə burada A da yazılıb, 002. Bu yuxarı səviyyələrdən bir neçəsinə aid ola bilir. Həm qüdrəti, həm də səidə aid ola bilir. Əsas modelimiz, öyrənəcəyimiz əsas model relyasiyon modeldir. İngiliscə relation sözündən götürülüb. Mənası əlaqə, münasibət deməkdir. Və əsas məğzi də ondan ibarətdir ki, relyasiyalı modeldə verilənlər iki ölçülü cədvəllərdə saxlanılır və bu cədvəllər arasında əlaqələr qurulur. Belə cədvəllərə massivlər deyirlər. Verilənlər bazasının relyasiyon modelində əsas obyekt cədvəldir. Cədvəldə məlumatlar saxlanılır. Daha sonra digər obyektlər var.
sorğular, hesabatlar, formalar, onlar haqqında irəlidə danışacağıq. Cədvəl müəyyən əlamətlərə görə birləşdirilmiş və eyni xassələrə malik verilənlər yığılır. Cədvəlin sahələri bundan sonra sütun yox, daha doğrusu cədvəlin sütunları bundan sonra sütun yox, sahə adlanacaqlar, fields. Verilənlər bazasında sütunlara biz nə deyəcəyik? Sütunlara deyəcəyik fields, yəni sahələr. Sətirlərə deyəcəyik yazılar, records. Və hər bir sahədə obyektin xarakteristikası olacaq. Sahələri biz özümüz daxil edəcəyik, cədvəlin strukturunu yaradacağıq, daha sonra yazıları daxil edəcəyik. Məsələn, belə bir nümunəyə baxacağıq. Bir əvvəldən nümunə göstərim. Burada hazır bir nümunə baxaq. 5-ci suala bax. 5-ci suala fikir ver. Burada sahələrimizə baxırıq. Sahələrimiz soyad ad, sinif, ünvan, məktəbin nömrəsi, qiymət. Bunlar oldu sahə. 1, 2, 3, 4, 5. Yəni 5 dənə sahəmiz var. Bəs yazılarımız Müslümzadə və həmin sətirdə olan bütün məlumatlar bir yazıdır. Bir yazı. İbiyev ikinci yazı. Aslanov üçüncü yazı. Yəni bizim 3 yazımız var burada. 4 sahəmiz var. 1, 2, 3, 4, 5 sahəmiz var. 5 sahəmiz, 3 yazımız var. Yəni, belə bir relyasyon modeli. Relyasyon model, dediyim kimi, cədvəllər formasında yaradılır və relyasyon modelinin bəzi xüsusiyyətləri var ki, onlar yadda saxlamaq lazımdır. Bax, bu xüsusiyyətlər qayda olaraq bilmək lazımdır. Nəzəri sual kimi qəbula da düşə bilər. Məsələn, cədvəlin hər bir elementi bir verilən elementidir. Yəni, hər xanada bir element yazıla bilər və həmin element bir verilən sayılır. Cədvəlin ixtiyari sütunun bütün elementləri həmcinsdir. Yəni, cədvəlin sütununda olan, bir sütun başlığı altında olan yazılar eyni tipə aid olur. Məsələn, adı. Adının altında nə ola bilər? Əli, Vəli, Pirvəli, Mirzə. Yəni, adının altında 2, 17 və yaxud da false, true, belə şey ola bilməz. Addırsa, bu ancaq mətn simvolları olacaq, düzdürmü? Və yaxud da yaşlısa, yaş, insanın yaşı. Burada ancaq rəqəmlər olacaq. 5, 7, 9, 11, 16. Buradan false, true, salam, kitab, belə bir verilənlər ola bilməz. Ona görə də eyni tipli olurlar. Sahələrin unikal adı var. 2 eyni sətir yazı ola bilməz. Yazılar təkrarlana bilməz. Eyni şeylə təkrarlana bilməz. Sahələr də təkrarlana bilməz. Sahələrin adları fərqli olmalıdır. Sətirlər və sütunlar ixtiyari ardıcılığından yerləşə bilərlər. Bir də cədvəlin verilənlər bazası cədvəlində primary key olur, başlıca açar. Bu xüsusi sahədə yazılar avtomatik həmin sahəyə görə sıralanır. Və bu sahənin elementləri elə elementlər olmalıdır ki, onlar təkrarlanmamalıdırlar. Məsələn, adı sahəsi başlıca açar sahə ola bilməz. Niyə? Çünki 2 insanın eyni adı ola bilər. 2 əşyanın eyni adı ola bilər. Tutaq ki, siyahıda var, adlar var. Əli, Arif, Qulu. Amma ikinci bir Əli gələ bilər də və yaxud da soyadı da eyni ola bilər. Əli Məmmədov, Əli Məmmədov. Ola bilər, hər ikisi ola bilər. Göründüyü kimi adlar təkrarlana bilər. Deməli, ad sütunu, ad sahəsi başlıca açar sahə ola bilməz. Elə sahələr lazımdır ki, bizə başlıca açar sahə təyin etməyə. Həmin sahənin elementləri unikal olur adətən. Bunlara hansılar aiddir? Sıra nömrəsi ola bilər. Çünki hər kəsin sıra nömrəsi yeganədir. Şəxsi vəsiqəsinin fin kodu ola bilər. Və yaxud da pasportun seriya nömrəsi, sürücülük vəsiqəsinin seriya nömrəsi və s. Verilənlər bazasında, relyasiyalı verilənlər bazasında əlaqənin növləri var. 4 cür növ var.
One to one, birin birə, one to many, birin çoxa, many to many, çoxun birə, many to many, çoxun çoxa, many to one, çoxun birə. Bunların içərisindən Access proqramında many to one yoxdur, Access-də yoxdur. Amma ümumi olaraq verilənlər bazasında many to many çox qarışıq olduğu üçün demək olar ki, istifadə olunmur many to many. Nə deməkdir birin çoxa? Məsələn, ölkələr və paytaxtlar cədvəlləri var. Ölkələr cədvəlinin hər bir elementinə, hər bir yazısına paytaxtlar cədvəlinin bir elementi uyğundur. Çünki hər ölkənin bir paytaxtı var. Amma müəllimlər, şagirdlər cədvəlləri ayrı-ayrılıqda olanda bir müəllimə bir neçə şagirdə uyğun ola bilər. Bu one to many'dir, birin çoxadır. Amma ölkələr, paytaxtlar one to one'dur, birin birədir. Bura qədər aydın olurmu fikrim və yaxud da sual varmı? Davam edək. Bir də var obyekt yönlü model. Biz onu öyrənməyəcəyik. Abituriyent proqramı çərçivəsində öyrənilmir. Bu modellə relyasyon modeli çox oxşardır. Sadəcə bir fərqi var ki, obyekt yönlü modeldə yeni tiplər, verilənlərin yeni tipinin yaradılması mümkündür. Bizim əsas işimiz olacaq nə haqqında? Olacaq relyasyon modeli haqqında. Mən qayıdıram bu sərlövhəyə. Burada verilənlərə bir də nəzər salaq, görək nəyi izah elədik. Verilənlər modelləri hansılardır? İyerarxik, şəbəkə, relyasyon, obyekt yönlü. Yəni bunlardır, dedik artıq bu barədə. Cədvəl, relyasyon modelinin əsas elementidir, cədvəl. Sahə, nə oldu sahə? Cədvəlin sütunları. Cədvəlin sütunlarına bundan sonra nə deyəcəyik biz? Bəs yazı nə olacaq? Sətirlər. Sətirlər. Bundan sonra sətirlərə cədvəldə yazı deyəcəyik biz, Access-də. Verilənlər bazasında ümumiyyətlə. Aydındır mı? Açar sahə. Bəli. Bəli. Verilənlər bazasının yaradılma sistemlərinin içərisində proqram olaraq hansılardır? Microsoft Access, MySQL, Yukon, Foxbase, Oracle, bəli. Bunlar hamısı verilənlər bazası proqramlardır. Okey, açar sahə. Nə deməkdir bu açar sahə? O deməkdir ki, elə bir sahə, açar sahə ola bilər ki, elementləri unikal olsun. Məsələn, sıra nömrəsi sahəsi. Məsələn, vəsqənin fin kodu sahəsi. Məsələn, vəsqənin deməli seyir nömrəsi və s. Aparıcı cədvəl əsas cədvəldir, asılı cədvəl isə ondan asılı olan cədvəldir. Aparıcı cədvəldə elementlər asılı cədvəli izah edir. Asılı cədvəl aparıcı cədvəli izah edir. Aparıcı cədvəldə əsas, deməli, əsas məlumatlar orada saxlanılır. İndi bunu biz praktik eləyəndə bu daha aydın olacaq. Gəldik. Bax, fikir ver burada. Bu cədvələ fikir ver. Hansı sahə açar sahə ola bilər? Hansı sahə açar sahə ola bilər? Abituriyent kodu. Bəli, ola bilər. İş nömrəsi ola bilər, bəli. Amma soyad ola bilərmi? Yox, rəqəmə görə yox. Bax, soyadda 2 nəfər İbiyev adında insan ola bilər. Niyə olamaz? 2 nəfər İbiyev adında. Yox, burada yox, bu heç. Amma biz bu yazıları bilmirik də, bizim cədvəlimiz daim genişlənə bilər. Yəni, profesional web, daha doğrusu webislərdə təsəvvür edin ki,
Ay sağ ol. Ona görə də biz soyad, ad filan belə bir sahələri biz açar-sahə götürə bilməyəcəyik. Bəli. Çünki biz bu yazıları daim təsəvvür edin ki, hansısa bir şirkətin işçilərinin cədvəlidir. Bu daim yenilənir də, yəni yeni adam gələ bilər. Fikir ver ki, burada bir dənə məntiqə burada fikir ver. Realiasiya cədvəldə hər bir abituriyent yalnız bir ixtisası və bir ali məktəbi seçir. Lakin hər bir ixtisası və ya ali məktəbi bir neçə abituriyent seçə bilər. Bu cədvəllərdə açar sahə kimi abituriyent kodu, ixtisas kodu, ali məktəb kodu təyin edilmişdir. Abituriyent kodu, ixtisas kodu və ali məktəb kodu. İndi gəlin baxaq. Ali məktəb kodu. Ali məktəb kodu. Mən belə bir sual verim, sən cavab ver də. Qüdrət harda oxuyur? Dəqiq. Adı da oxuyur. Hansı ixtisasda oxuyur? İnformasiya təhlükəsizliyi. Çünki ixtisas kodu 3-dür, ixtisas kodu da 3-dür, informasiya təhlükəsizliyi. Okey. Bududa oxuyan kimlər var? Dəqiq. Kompüter elmləri oxuyan kimlər var? Bəli. Kompüter mühəndisliyi hansı universitetdə tədris olunur? Kompüter mühəndisliyin kodu 2-dir. İxtisas kodu 2 haqqında hər hansı bir məlumat varmı? Yoxdur. Bu cədvəldən biz bunu bilə bilmərik. Varmı məlumat? İxtisas kodu 2 harda qeyd olunub? Burada olmalıydı o. Düzdür? Yoxdur. Okey. İndi keçək. Verilənlər bazası necə yaradılır? Birinci mərhələ struktur yaradılır, ikinci mərhələ doldurulur, üçüncü mərhələ redakt olunur, dördüncü mərhələ informasiya vizuallaşdırılır. Yəni çıxışa verilir. Burada proqramlar göstərilib. Access MySQL, PostgreSQL, Oracle Yukon, Database, OpenOffice Database. Daha sonra Access-dən Excel-in fərqləri, Access-in Excel-dən üstünlükləri odur ki, milyonlarla yazı saxlamağa, sürətli emal etməyə imkan verir. Cədvəllər arası əlaqə var Access-də. Avtomatik saxlanılır verilənlər, amma Excel-də gərək save edəsən. Access-də struktur var, Excel-də yoxdur. Məsələn, Access-də struktur odur ki, bir üstünün altında ancaq eyni tip yaza bilərsən. Fərqli tip yazanda proqram imkan vermir. Amma Excel-də səhvlərə qarşı dözümsüzlük var. Səhv də yazsan qəbul edir Excel. Access-də sorğular var, seçimlər var, formalar var, qabaqlar var. Excel-də bunlar yoxdur. İndi burada sahənin tipləri var. Sahənin tipləri. Yəni, hansı sahə tipləri ki var? Məsələn də, yaş ədədlər. Ədədlər hansı tipdir? Number tipdir. Və yaxud da adlarımız hansı tipli olacaq? Məktub olacaq. Date time var, memo var, hyperlink var, currency var, məntiqi var, yes, no, avtonoma var, sayğac, memo var, yaddaş və s. Bunları praktiki olan, deməli, yaradanda özün görəcəksən, burada seçdiyim şey deyil. Burada praktik məsələlər izah olunur. Mən bunu əyanı göstərim. Deməli, Access proqramı
Səndə kompüter var evdə yoxsa yox? Bax, məndə hazır verilənlər bazası var. Ben baxım görüm hansı işləşdi burada. Görək database 4 var burada. Gör nədir bu? Ekran görsənir Axis proqramı. Bax, sol tərəfdə tables bölməsində cədvəllər var. Belə bir cədvəllər yığmışam. Burada kod, model, sürət, RAM, kompüterlə cədvəldir belə bir cədvəl. Burada PC, yəni kompüterlərin yenə də eyni formada yığılıb və burada qabağında plus işarəsi var. O plus işarəsini vuranda açılır ki, bu hansı kompüterdir. İndi bunu da göstərim. Printerlər yığmışıq və produkt. Bu deməli bunu bir başqasına baxaq, verilənlər bazasına. Bunu close edeyim. Qeydlər məktəbə baxaq. Tapmadı. Keçək burada başqa cürə hansı var? Database 5. Deməli, burada müəllimin soyadı, adı filan, burada da şagirdlər. Deməli, bunun qarşısında plusu vuranda hər müəllimə uyğun şagirdlər çıxır. Tutaq ki, müəllimə Xalid Abbasova qarşısına plus vuranda Günay və Əsmər çıxdı. Daha sonra bunu yığıram geri. Yəni, bu yığılıb beləncə. Bunu bir-bir yığmışıq. Günay Quluzadə adında müəllimin şagirdləri Azad Quliyev. Əsmər Məmmədovanın şagirdi Aydın Rəhimov. Əslində bunu çox yığanda biraz daha maraqlı olur. Sadəcə vaxta görə bunu çox yığmamışıq. Bu şəkildə. Yəni verilənlər bazası yığılıb hazırlandı bu şəkildə olur. İndi mən yenisini bir yaradacağam burada. Yeni. New. Boş yaradıram. Adını qoyuram. Verilənlər bazasının adı olsun. Deməli. Auto olsun. Bu verilənlər bazasını bu şəkildə yaradıram. Daha sonra nə edirəm? Birinci rejimi buradan dəyişirəm. Adını qoyuram avtomobillər. Burada strukturu yaratmağa çalışıram. Ekran rahat görsənir, yoxsa bir qədər çətin görsənir? Sən telefonla baxırsan, anlasın. Mən biraz böyüdücüdən istifadə edəcəm ki, rahatça o da ləğv edeyim. Bax, burada field name var, data type var, bir də description var. Field name nədir? Sahənin adıdır. Avtomatik özü bura açar işarəsini qoyub, yəni açar sahədir. Və ID-dir. ID sıra nömrəsi deməkdir. Və onun tipini də avtomatik özü verib avtonumber. Və bayaq o qayda kitabında olan deməli tiplər buradadır. Short text, long text, uzun qısa. Qısalar addan 256 simvol olur, uzunlar 65535 simvol olur. Bunlar əzbərləmək vacib deyil. Number, date time, currency, yes, no, ali object, hyperlink, attachment, calculated, lookup wizard. Bunlar da əzbərləmək vacib deyil, amma görəndə tanımaq yaxşı olar. Number ədəddir, date time tarixdir, currency puldur, avtonumber sayğazdır, yes, no məntiqidir, hə, yox deməkdir. All object qoşmadır, yəni PDF qoşursan, Word proqramı, hər hansı bir fayl qoşursan. Hyperlink, e-mail qoya bilərsən, sayt qoya bilərsən. Attachment-ə qoşmadır. Bu calculate ilə lookup wizard isə əlaqələndirmədir. İndi keçək buradan məsələn yazırıq. Yazıram adlar. Yazıram marka, yazıram model, yazıram yürüyüş,
Yazıram mühərrik həcmi. Yazıram ili. Yazıram e-mail. Sonra yazıram şəkli. Bax, indi belə bir struktur quracam. Marka addır da bu. Məsələn, BMW. Model. Bu da addır. Yürüş olacaq ədəd. Onun üçün number vermək lazımdır. Mühərrikin həcmi. Bu da ədəddir. Number vermək lazımdır. İli, bu date time edə bilərəm bunu mən. Kalendara asılacaq. E-mail. Bunu hyperlink eləmək lazımdır. Şəkli. Buna da OLE object də vermiyorlar, attachment də vermiyorlar. OLE object nədir? Kənar fayl, tamam başqa proqram məhsul olan faylı bura yerləşdirmək deməkdir. İndi mən çox uzatmadan, bu description bölməsində də bir şey yazmağa ehtiyac yoxdur. Bu komment kimidir. Özün qeyd yaza bilərsən ki, məsələn, yürüş buraya yazıram ki, 1000 kilometrlə. Və yaxud da mühərrikin həcmi deməli litrlə. Belə bir şeylər yaza bilərəm. Komment kimi şeydir. Bax, indi buradan view rejimindən dəyişirəm. Yes vururam. Fikir ver. Mənim o yazdığım yazılar hamısı düşdü başlıqlara. Yazıram marka. Burada bu rejimdən bunu dəyişirəm. Bax, rejimə bax. View rejiminə sol tərəfə bax. Data sheet view, design view. Design view, yəni burada özün yığırsan, strukturu yaradırsan. Yeni sahə yarada bilərsən. Tipini təyin edirsən. Buradan view'dan data sheet view-da data sheet. Bu zaman artıq cədvəl öz strukturunu almış olur və sən yazıları yazaraq doldura bilərsən. Məsələn, bir dənə maşın markası, bir dənə də model deyə bilərsən ki, biz bura qeyd edək. Mercedes olsun. Mercedes. Burada da bir onun modelini qeyd edək. Olsun məsələn Y200. 200 olsun. Yürüş məsələn olsun 300. 300. O tərəfdə yazmışıq 1000 kilometrlərdə. Mühərriki olsun məsələn 2 olsun. İli olsun məsələn 2000. Bax, fikir ver, avtomatik burada kalendar açıldı. Çünki mən onun tarixin date time qoymuşdum. Buradan kalendardan biz özümüz geri qayıdıb seçim edə bilərik. Hər hansı bir şey seçə bilərik. Belə bir şey. Təbii ki, əlindən də yaza bilərik ki, 2000 idi. E-mail. E-mail bura hər hansı bir e-mail qoysam, mən öz e-mailimi yazdım bura. 1958 hər nədə. İndi mən orada bu 2 düyməsini vuranda, içərisini vuranda o qeydə alan proqram o düymədir. Belə yazdım, doldurdum bura e-maili və salam. O hiperlink formasını alır. Sən bura kursoru gətirəndə artıq o istinad kimi ona yanaşır. Bəli, birbaşa e-maili keçir. Gəldi şəklə. Şəklə gələndə burada mən OLE object vermişəm. O deməkdir ki, bura əlavə fayl yerləşdirməliyik. Insert object, sağ düymə vurdum. Insert object. Buradan deməli create from file, browse verirəm. Açıram deməli iş masasını. Orada bir dənə şəkil götürürəm. Və yaxud da internetə götürə bilərəm. Fərq eləməz. Məndə HTML qovluğu var. Orada şəkillər var. HTML. Olsun belə bir şəkil. Bilməm nə şəkildir, qoyacam. OK verirəm. Burada package formasında görsənir. Amma biz onu açmaq istəsəz 2 dəfə klik edirik sol düymə ilə. Open. Hansı proqramdan açılsın? Açılsın da hər hansı bir
Fotosun açılsın. Always belə bir şəkilmiş. Belə bir şəkilmiş. Vəssalam. Yəni bu formada deməli biz only object o deməkdir ki, yəni bir faylın, bir proqramın daxilinə özünə aid olmayan faylın açılması həm də tamamilə başqa proqram tərəfindən açılması. Yəni biz hal-hazırda Access-deyik, amma Access proqramı Photos proqramına istinad edərək bu şəkli bizə göstərə bilir. Bu şəkildə. Hətta burada edit üçün alətlər də nəzərdə tutulub. Adi qaydada biz onu edit edə bilərik, onun üzərində işləyə bilərik. Belə. Only object belə bir imkanlara malikdir. Aha, save, no save. Keçdik. Bax, indi biz bunu bu formada doldura bilərik. Yazıram bura məsələn BMW. Buraya yazıram məsələn M5. Buraya yazıram məsələn 200.000, 200. Bunu biraz dolduranda, cədvəli dolduranda maraqlı olur. Buraya yazıram məsələn, bilmirəm bu doğrudan da 4'lü neçədir, bilmirəm, xəbərim yoxdur. Buradan hər hansı bir seçirəm. Buradan da e-mail daxil olunur. Buradan da şəkil qoya bilərik, bayaqçı qaydada insertlə. Buraya yazıram Toyota, buraya yazıram Prado, buraya yazıram 300, buraya yazıram 27, buraya yazıram 2008 və s. və ilə axır. Bu şəkildə. Bu şəkildə. Biz bura nə daxilləmişik ki, bizə xəbərdarlıq eləyib. 2 ver. Enter new value. Deməli 2008 bu formada daxilləmək olmaz. Bax görürsünüz, Access-in üstünlüyündən biri budur. Səhv format daxiləyəndə avtomatik nə edir? Qadağa qoyur. Hər hansı bir formatı yanlış daxiləyəndə avtomatik qarşısını almaq üçün mesaj buraxır. Belə. Bilmirəm, orada nəsə nöqtə filan qoymuşdum. Ona görə o əlim düşmüşdü. Ona görə orada deməli belə bir mesaj çıxartdı. İndi. Bax, məndə cədvəl hazırdır. Qısadır, vaxtımız getməsin deyə uzun hazırlamıram, amma uzun olanda daha maraqlı olur. Bu bizdə cədvəldir. İndi isə mən buradan create menusundan sorğu yarada bilərəm. Sorğular iki cür yaradılır. Query sorğu İngilizcə. Biri Query Wizard'dır, biri Query Design'dır. Query Wizard'dan necə olur? Simple Query Wizard durursa, buradan hansı sənə sahələr maraqlıdırsa, onu atırsan sağa. Məsələn, mənə maraqlıdır. Markası atdım sağa, bir də ili atdım sağa. Əgər hamısını istəsən, bunu vursan hamısını sağa. Amma yox, hamısı lazım deyilsə, seçdiklərini atırsan sağa. Mühərrik il atdım sağa. Next vururam. Deyil, adını nə təyinlə? Avtomobillər query. Query sorğu demək. Deyil, adını dəyişib sorğu qoyum ki, yəni aydın olsun ki, bu sorğudur. OK verdik. Finish vurduq. Burada yad deməli sorğu hərf olub. Fikir ver. İndi yaradılmış bu cədvələ fikir ver. Buna deyirlər yekunlaşdırıcı cədvəl. Sorğu nəticəsində yaranmış cədvələ yekunlaşdırıcı cədvəl deyilir. Yekunlaşdırıcı cədvəldə mən hansı sahələri seçmişdimsə, həmin sahələr görsənir artıq. Başqa sahələr görsənir. Bu bir üsul. İndi qaydıram table'lara, yəni avtomobillərə qaydıram. Bu dəfə də create vururam, amma Query Design vururam. Query Design vurulanda belə bir pəncərə açılır. Avtomobilləri seçirəm, add eləyirəm bura. 2 dənə ehtiyac yoxdur, birini silə bilərəm. Remove. Məndə avtomobillər bura gəldi. Hansı sahələr üzərindən sorğular verəcəyəmsə, mən onu bura qeyd edəcəm. Biri olacaq marka, marka.
Bir də mənə lazımdır, il, məsəl üçün. Və yaxud da lazımdır mühərrikin həcmi. Və yaxud da lazımdır mənə yürüş. Yürüş lazımdır. Okey. Burada qaloska işarəsi olanda görsənir. Cədvəldə görsənəcək, yekunlaşdırıq cədvəldə. Olmasa görsənməyəcək. Burada biz öz şərtimizi kriteriya bölməsinə yazırıq. Kriteriya bölməsinə. Əgər şərtlərimizi yalnız kriteriya bölməsinə yazsaq, bu 2 dənə şərtin, 3 dənə şərtin, 5 dənə şərtin hamısının baş verməsi, hamısının true olması fonunda yaranacaq. Yəni, hər biri true'dursa, o şərtlər true'dursa, ödənilirsə, o zaman verilənlər əks olunacaq. Bu AND operatorla işləmək deməkdir. AND. Bir də var OR. Yəni, birini yuxarıda, birini aşağıda yazsaq, OR-un qabağını yazsaq. Artıq verilənlərimiz OR məntiqi operator vasitəsilə birləşəcək. O deməkdir ki, verilənlərdən biri doğrudursa, yəni ödənəcək şərt. Və ya deməkdir böyle. Bəli. İndi gəlin bir dənə biz sorğu verək. Məsələn, avtomobillərdən belə bir sorğu verirəm. Belə bir sorğu verirəm ki, ulduz mı ulduz? Əməliyyat sistemində yəqin ki, bunu keçmirsən. Ulduz mı ulduz? Nə deməkdir? Yəni, M hərfinin solunda da istənilən qədər simvol ola bilər. Sağında da istənilən qədər simvol ola bilər. Hansı sözlər bu şablona, bu maskaya uyğun gələ bilər? BMW-də uyğun gələ bilər, Mercedes-də uyğun gələ bilər, mirid sözü də uyğun gələ bilər, salam sözü də uyğun gələ bilər. Çünki ulduz simvolu boşluğu da, yəni olmayan simvolu da əvəz edə bilir. Olmayan simvolun əvəzində ulduz qoymaq olur. Salam sözü də buna uyğundur. Mələk sözü də buna uyğundur, maskadır. BMW-də uyğundur, Mercedes-də uyğundur, hamısı. Okey. Belə bir sorğu verdim burada və yürüşünə belə bir şərt verəcəm. Böyükdür 290. Bu şərtlər daxilində gedirəm burada yuxarıda design menüsunda run düyməsi var. Run düyməsini vururam. Cavab çıxır Mercedes. Həqiqətən də cədvəllərə qaydaq, fikir verək. Görək, adında M hərfi olan və yürüşü 290-dan böyük olan kim var? Bu yalnız Mercedesdir. İndi biz sorğuya qaydırıq burada. Sorğunun dizayn rejimini alıram və sorğuda 200 yox, 290 yox, 280 yazıram. Cavab nə çıxar onda? Bura baxarsan. Adın ulduz mu ulduz? Ulduz mu ulduz? Markaya yazmışam ulduz mu ulduz? Gülüşə də 280. Yürüşü böyükdür 280. Fikir ver. Təkdə Mercedes olacaq. Bəli. Bəs bunu 180 eləsəydim? Bəli. İndi run eləyirəm bunu mən. Run-a gedirəm. Cavab çıxır Mercedes-lə BMW, hər şey çıxır. İndi qaydıram mən query-yə, bunu yenidən bu dəfə nə edəcəm? Bu böyükdür 180-i ora yazıram, ora. Görəsən cavab indi nə olar? Bəli, 3-ü də çıxacaq.
Dizayna gedirik, run düyməsini vururuq, hər üçü çıxır. Toyota nəyə görə çıxdı bura? Bəli, digərləri isə hər iki şərti ödəyirdilər. Okey. Bax, belə bir formada. İndi bu sorğunu bir sahə üzrə verəndə sadə olur, müxtəlif sahələr üzrə verəndə mürəkkəb olur. Və burada biz notdan da istifadə edə bilərik. Məsələn, belə bir sorğunu verəcəm ki, design view. Belə bir sorğu verəcəm ki, üçüncü bir dənə sahəni açım, model. Yazıram ki, bura not ulduz BMW Mercedes ulduz ulduz. Aha. İndi RAM veririk. Deməli bizim sorğumuzun mənası nə idi? Baxın. Not like ulduz ulduz. Nə deməkdir not like? Model bölməsində eynən başlayanlar olmasın. Yox, eynən başlayan yox. Tərkibində olanlar olmasın. Amma bizdə cavab çıxmışdı, eləmi? Not like model. Ulduz Design run verək. Aha. Mercedes çıxdı. Model bölməsində Y200 var. Yəni biz onu inkar eləmişdik. Bilirsən niyə görə çıxdı? Axı orada böyük yüksəksən şərtini ödəyir. İndi bunu silək. O böyük yüksəksən şərtinə görə 3-də çıxırdı onsuz. Yəni bunların ikisindən nə versəydi. Ora böyük yüksəksən qoymuşuq, 3-də onu ödəyirdi onsuz. Bəs indi nə çıxar? Bir dənə fikir ver. İndi markasından M ulduz, amma not like modelindən not like yazmışam. Not like Bəli, yalnız BMW çıxmalıdır. Yoxlayaq. Bəli, doğrudur. Yalnız BMW çıxır. Orada deməli query'dir, query. Buradan sağ düymə vururam, design vururam. Üzərində. Bu şəkildə. Necə? Hə, belə. Deməli, burada bir dənə bunu göstərim. Deməli, sorğu aydındır. İndi bunun formasını göstərim. Formasını. Form nədir? Bax, cədvəllər gəlirlər bura. Forma. Forma belə bir obyektdir. Verilənlərə tək-tək baxmaq və redaktə etmək üçündür. Məsələn, Mercedes-in bütün parametrlərinə bir yerdən baxırsan. Aşağıda burada üçbucaq düymələri var. 2-yə vurdum BMW parametrləri. 3-ə vurdum Toyota parametrləri. Hər şey burada əks olunur. Yəni tək-tək baxmaq və redaktə etmək üçündür. Forma. Sonra burada var. Daha sonra növbəti obyektimiz create-dən. Reportdur, hesabat. Report vuranda da bu çıxış üçündür. Çap eləmək üçün və yaxud da kiməsə, harasa təqdim eləmək üçündür. Burada müxtəlif dizaynlar verə bilərsiniz və çap eləyib təqdim edə bilərsiniz. Yəni hesabat çıxış üçündür. Bu şəkildə. Belə, çətin dərs deyil, maraqlı dərsdir, kifayət qədər maraqlı dərsdir və əsasən qəbula düşən də test toplumundakı sualların da böyük əksəriyyəti bayaqki sorğulara aid idi. Yəni burada nəzəri suallar demək olar ki, kənar suallar olduqca az olur.
əsasən sorğular yaxşı bilmək lazımdır ki, o sorğular necə deməli hesablanacaq, necə yerinə yetiriləcək. And, or, məntiqi operatorlar, daha sonra and, or, not. Bu məntiqi operatorların, fikir ver, suallara fikir ver. Demək olar ki, hamısı sorğuların necə yerinə yetirilməsi ilə bağlı olan suallardır. Bu şəkildə. Bugünkü dərsimiz bu qədər bəs eləyər. Hələlik deyək.